Bağışlayan və mehriban Allahın adıyla hər vaxtınız xeyir izləyicilər. Hakador verilişi yenidən görüşünüzə gəlib. Maraqlı mövzularla çalışırıq görüşünüzə gələk. Əgər belədirsə, verilişlərimizdən zövq alırsınızsa, YouTube səhifəsindən verilişlərimizi bəyənin, paylaşın. İnanın ki, bununla bizə böyük dəstək ola bilərsiniz. Bugünkü mövzumuz Rəcəb ayı haqqında olacaq. Bildiyimiz kimi mübarək 3 ay artıq qədəmlərini qoyur. İlk ay Rəcəb ayı olacaq və belə qərara gəldik ki, bu ay haqqında ətraflı sizlərə məlumat verək və mövzu ilə bağlı verilişimizə Hacı Elmir Vəliyevi dəvət etmişik. Hacı, xoş gəlmisiniz. Təşəkkür edirəm. Mən də sizləri, əziz izləyicilərimizi salamlayıram və dəvətinizə görə təşəkkür edirəm. Buyurun, biz təşəkkür edirik. Təklif qəbulunuz gəldiniz. Hacı, qeyd etdiyim mübarək 3 ay artıq ilk olaraq Rəcəb ayının astanasındayıq. İstəyirdim bu ay haqqında bir ətraflı bizə məlumat verərsiniz. Sonra inşallah növbəti suallara davam edərik. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin və salatu və selamu ala Resulillahil amin və ala əhl-i beytihi təyyibinət tahirinəl məsuminəl mükərrəmin. Bəli, sizin də qeyd etdiyiniz kimi mübarək aylardan birincisi olan Rəcəb ayının astanasındayıq. Demək olar, Rəcəb ayı daxil olub. Allah bu ayı hər birimizə mübarək eləsin. Bu ayların feyzindən, fəzilətindən Allah bizləri binəsib eləməsin və bu ayda bizləri həqiqi ibadət edənlərdən Allah qərar versin inşallah. Rəcəb ayı çox mübarək bir aydır, fəzilətli bir aydır. Bu ayın özünə məxsus müstəhəb əməlləri var, gündəlik duası var Rəcəb ayının. Rəcəb ayı o qədər dəyərli və fəzilətli bir aydır ki, hədisdə var ki, Allah qiyamət günündə insanları bir yerə yığanda nida olunar ki, Eynə Rəcəbiyyun, Eynə Rəcəbiyyun, hanı Rəcəb ayının əhli. Yəni, bu ayın əhli olaraq insanları çağırarlar, səsləyərlər. Görün, nə qədər fəzilətli və dəyərli bir aydır ki, insan bu ayın əhli olması üçün bu aydan istifadə eləməlidir. Bu ayda insan bacardığı qədər oruç tutmalıdır. Müstəhəbdir ki, nə yaxşı olar ki, elə ay boyu insan oruç tutsun. Qəzası olanlar təbii ki, qəza niyyəti ilə mübarək Ramazan ayından ötən illərdən qəzaları varsa, qəza niyyəti ilə oruç tutacaqlar. Və əgər eləyə bilmirsə, ən azı bu aydan 3 gün insan oruç tutsun. Yəni, bacardığı qədər bu aydan binəsib olmasın. Bu ayda bacardığı qədər oruç tutsun. Namazlarda gündəlik dualar var. Ya mən ərcuhu li kulli xeyr və əmənu səxətəhu ində kulli şər. Bu dua ki var, Rəcəb ayının gündəlik duası. Yaxşıdır, insan namazlardan sonra, namazlarının ardıca bu duanı oxusun. Gözəl duadır. Yəni, insan bir işlər görsün ki, digər aylarla bu mübarək aylar arasında bir fərq olsun. O mənəvi ab-u havanı özündə gündəlik yaşayışında yaratsın. Rəcəb ayının ilk gecəsində yaxşı olar ki, insan bu duanı oxusun. Allahumma barik lana fi Rəcəbin və Şəbən və bəlliğnə şəhrə Rəmədan. İlahi, Rəcəb ayında, Şaban ayında bizə bərəkət ver, bu ayı bizə mübarək qərar ver və bizi mübarək Ramazan ayına çatdır. Yəni, insan Rəcəb ayını yaşasın, dərk eləsin, fəzilətindən, feyzindən geri qalmasın, mübarək Şaban ayından geri qalmasın, fəzilətindən və istəyirik ki, ilahi, biz özümüzü hazırlayaq, özümüzü çatdıraq mübarək Ramazan ayına. Bu aylar Rəcəb və Şaban ayları müqəddimədir, hazırlıqdır, insanın ruhu üzərində hazırlıq mərhələsidir ki, insan bu aylarda hazırlaşsın və mübarək Ramazan ayına daxil olsun. Mübarək Ramazan ayının fəziləti, əzəməti daha böyükdür. Daha böyük və fəzilətli bir aya daxil olmaq üçün Allah bizə fürsət yaradır ki, biz özümüzdə hazırlıq yaradaq, mənəvi baxımından özümüzü hazır vəziyyətə gətirək, ondan sonra o fəzilətli və böyük əzəmətli aya, mübarək Ramazan ayına daxil olaq. Rəcəb ayının ilk cümə gecəsi Rəğaib gecəsidir. Düzdür, hədislərdə mötəbərliyi o qədər də olmasa da
mötəbər bir əməl olmasa da, yaxşıdır insan rəğaib gecəsində rəca qəsdi ilə, yəni ümid qəsdi ilə ki, inşallah Allah bu əməlimizə savab verər, mükafat verər. Bu niyyətlə bəli, rəğaib gecəsində arzular gecəsi deyərlər ona. İnsan ibadətlərlə məşğul olsa, o gecənin öz namazı var. Əgər insan bacarırsa, o namazı da qılıb yerinə yetirə bilər və yaxşıdır ki, insan günün əvvəlində oruç tutsun ki, axşamı da o əməlləri, o namazı yerinə yetirsin. Və həmçinin Rəcəb ayının əvvəl günündə, ortasında, axırında insan yaxşıdır ki, qüsl alsın. Bu aya daxil olmazdan əvvəl qüsl almaq müstəhəbdir və insanın bağışlanmasına səbəb olur. Həmçinin insan əgər oruç tuta bilmirsə, üzürlüdürsə bu məsələdə insan yaxşıdır ki, sədəqə versin. Orucun əvəzinə sədəqə versin. Ayın gündəlik zikirləri var. Yaxşıdır insan o zikirləri gün ərzində desin. Hər kim, Həzrət Peyğəmbər buyurur ki, hər kim Rəcəb ayında 100 dəfə bu zikri desə, Əstəğfirullahəl-ləzi la ilahə illa huvə vəhdəhu lə şərikə ləh və ətubu iləyh və bu zikirləri sədəqə ilə tamamlasa, 100 dəfə deyib sədəqə ilə tamamlasa, Allah Taala onun vəziyyətinə rəhmət və bağışlanma şamil eləyər. Yəni Allahın bağışlanmasına çatar. Və həmçinin Həzrət Peyğəmbər buyurur ki, gündəlik zikirləri hər kim Rəcəb ayında 1000 dəfə la ilahə illallah desə, Allah Taala ona 100.000 yaxşılıq, həsənə əta edər. Və həmçinin 70 dəfə Əstəğfirullahə və ətubu iləyh zikri, Allahümmə əğfirli və tub əleyyə, bu zikirləri desin. Əstəğfirullahə zəlcəlal və ikram min cəmi'iz zunub vəl əsam. Yəni Rəcəb ayının zikirləridir bütün bunlar hamısı. İnsan hansını bacarırsa, bacardığı qədər bu zikirlərdən istifadə eləsin, bu zikirlərə özünü vərdiş eləsin ki, ən azından bu vasitə ilə bu ay fərqlənsin digər aylardan, digər günlərdən. Və bütün bu əməllərdən insan istifadə eləməklə öz mənəviyyatında fərqlilik yarada bilər, öz mənəviyyatın, insan özün mənəvi baxımdan islah eləyə bilər. Hazırlıq ayı qeyd elədik. İnsan bütün əməllərdə, bəzi əməllərdə bu hazırlıq mərhələsini insan keçir. Məsələn, gündəlik qıldığımız namaza baxanda insan yaxşıdır ki, təmiz, gözəl paltarların, libasların geyinsin namazda. Məsələn, gözəl ətirlərdən istifadə eləsin, saçını, saqqalını daramaq. Yəni, zahiri baxımdan da özünə insan bir əl gəzdirsin və insan o qayda ilə gəlir, iqamə deyir, birbaşa niyyət eləyib namaza daxil olmur. Təkbir deyib namaza daxil olmur. İnsan bir iqamə də deyir, bütün o halları özündə yaradır. Hazırlıq mərhələsini keçəndən sonra necə biz namaza daxil oluruqsa, eyni ilə mübarək Rəcəb, Şaban ayları da mübarək Ramazan ayına bu cür bir hazırlıq ayıdır və insan bu hazırlıq mərhələsinə yüngül yanaşmamalıdır. İnsanın Ramazan ayındakı, bax bunu deyirlər, Ramazan ayındakı bizim halımız, əhvalımız, orucumuzun keyfiyyəti mübarək aylardan, yəni Rəcəb və Şaban ayından artıq başlayır. Bu aylarda insan necə hazırlaşıbsa, nə yaradıbsa özündə mübarək Ramazan ayına da o haldan daxil olur və orucunu da o haldan tutur deyə bu hazırlıq mərhələsini insan keçməlidir ki, Ramazan ayının da feyzindən, fəzilətindən, orucundan insan arzu olunan qədər, kifayət qədər faydalansın. Hacı, bu ayın ibadətlərinin keyfiyyətini necə çoxalda bilərik? Necə biz belə deyək də, doğru dildə desək, ləzzətini ala bilərik bu ayın? Çox gözəl sualdır həqiqətən də. İbadət insana mənəvi aramlıq verməlidir. Yəni, ibadət budur ki, insan Allahı yad eləsin, Allahı zikr eləsin. Namaz Allahın
Allahı zikr etməyə xidmət eləyir. Quran oxumaq, Qurani-Kərimi mütaliə eləmək, oxumaq, Quranla ünsiyyətdə olmaq, yəni Allahı zikr eləmək, oruç tutmaq, yəni Allahı zikr eləmək. Bütün bunların hamısı ibadətdir. Və ibadət, Allahı zikr eləmək insana mənəvi baxımdan aramlıq verir. İbadətin ən gözəl təsirlərindən, nəticələrindən də biri bundan ibarətdir. Təbii ki, insan niyyətində bunu tutub eləmir ki, mən mənəvi baxımdan aram olmaq üçün namaz qılıram. Yox, insan heç niyyətində bunu da tutmamalıdır. İnsan Allahın əmrlərini yerinə yetirməkdən ötürü bu əməlləri yerinə yetirir və təbii nəticəsi olaraq ibadətlər insana mənəvi aramlıq verir. İnsanın da ən çox ehtiyac duyduğu məsələ budur ki, insan mənəvi baxımdan aram olmaq istəyir. İnsanın xoşbəxtliyi, həyatının şirinliyi mənəvi baxımdan aramlığından keçir. Biz mənəvi baxımdan aram deyiliksə, nə qədər maddi baxımdan inkişaf da eləsək, nə qədər maddi sərvətlər əlimizdə olsa da, biz həyatı o şirinliyi ilə yaşaya bilməyəcəyik. Çünki insan ilk öncə mənəvi baxımdan xoşbəxt olmalıdır, aram olmalıdır. İbadətlər buna xidmət eləyir. Baxın, ibadəti insan düzgün şəkildə yerinə yetirməlidir. Düzgün şəkildə insan ilk öncə niyyətini düzəltməlidir. Niyyət xalis olduqda ilk şərti budur da ibadətlərin, bütün ibadətlərin ilk şərti budur ki, insan xalisanə şəkildə Allaha təslim olmalıdır, Allaha ibadət etməlidir. Allah xoşlayır ki, bəndəsi onunla səmimi olsun. Bütün elədiyi ibadətlərin hamısını Allah üçün yerinə yetirsin. Belə olanda ibadət, bəli, insanın həyatında, mənəviyyatında, yaşayışında özünü göstərəcək. Baxın, birinci məsələ niyyət məsələsidir ki, Allahla insan ilk olaraq niyyətin düzəldir, münasibətlərin düzəldir. Ondan sonra Həzrət Əli əleyhissalamın bir hədisi var, məşhur hədisdir. İbadət eləyənləri 3 qismə bölür Həzrət Əli əleyhissalam. Birinci buyurur ki, qulların ibadəti. İkinci tacirlərin ibadəti. Üçüncü azad insanların ibadəti. İnsan var ki, ibadəti sırf cəhənnəm qorxusundan yerinə yetirir, əzab qorxusundan yerinə yetirir. Ki, mən eybi yoxdur, namaz qılım, oruç tutum, ibadət eləyim ki, cəhənnəmdən qurtulum. Bircə canım əzabdan qurtulsun. Bu niyyətlə ibadət eləyir. Demirik ki, bunun ibadəti batildir və yaxud da hədər gedir, yox. Sadəcə məqsədi və himməti çox aşağı götürüb. Çox aşağı götürüb. İbadət insanı hara çatdırmalıdırsa, insan bütün o məqamları görməzdən gəlir, onlardan imtina eləyir və gəlir deyir ki, mən dinə əməl eləyim ki, mən əzabdan qurtulum. Bu çox aşağı bir məqsəddir, çox aşağı bir hədəfdir. Yəni belə çıxır ki, əgər cəhənnəm olmasaydı və yaxud da ibadət etmədən də cənnətə getmə mümkün olsaydı, bu insanlar Allaha ibadət etməzdilər. Belə çıxır. İkinci qism tacirlərdir. Bunlar da cənnət şövqünə Allaha ibadət edirlər. Yəni ki, məqsədləri budur ki, Allahla bir ticarət eləsinlər, ibadət eləyim, sən də mənə cənnət ver. Yəni, sən məni ibadətsiz də cənnətə daxil etsəydin, mən sənə ibadət etməzdim. Buna tacirlərin ibadəti deyərlər ki, əməl müqabilində mənim məqsədim budur ki, mən cənnətə daxil olum. Bu da öz-özlüyündə demirik ki, ibadəti batildir və yaxud da hədər gedir, yox. Sadəcə, yenə də məqsəd və hədəf aşağıdır. Məqsəd və hədəf bəyənilmir. Allah sənə cənnəti ibadətsiz versə, demək sən Allahı ibadəti layiq bilmirsən. Bu məsələdə səhlənkar olacaqsan. Bu ikisi bir mərhələdir. Üçüncü mərhələdə gəlir azad insanların ibadətini Həzrət Əli əleyhissalam qeyd edir. Bu insanlar nə cəhənnəm qorxusundan, nə cənnət şövqündən Allaha ibadət eləməzlər. Bu insanlar Allahı ibadətə layiq bilib ibadət eləyərlər. Bunlar əzabdan qorxmurlar,
əzabdan asılı deyillər ki, mən əzabdan qurtulmaq üçün ibadət eləyim. Bunlar Allahla ticarət eləmirlər. Ticarət o mənada ki, yəni ki, sırf bu məqsədlə ki, ibadət eləyim, cənnətə gedim, bu məqsədlə ibadət eləmirlər. Yoxsa elə insan yaxşıdır ki, Allahla ticarət eləsin. Bütün alış-verişini, niyyətini, işlərini Allahla yerinə yetirsin. Bu öz yerində əladır. Amma sırf insan bu məqsədlə ki, mən cənnətə getmək üçün ibadət eləyim, belə deyil. Həqiqi azad bəndələr odur ki, Allahın Allahlıq məqamını tanıyırlar və onun bəndələrinə nə qədər mehriban olduğunu, rəhimli olduğunu bilirlər, onun nemətlərini görürlər, onun gözəlliyini görürlər, əzəmətini görürlər və o əzəməti qarşısında həqiqətən də Allahı ibadət olunmağa layiqli bir məbud olaraq görürlər, qəbul eləyirlər və Allaha ibadət eləyirlər. Bu insanlar azad insanlardır. Heç bir şeyin təsirinə düşməyiblər, heç bir şeydən asılı deyirlər, ibadət eləyirlər və bu insanlar həqiqətən də ibadətin şirinliyini dadırlar, ibadətin şirinliyini dərk eləyə bilirlər. Çünki münasibətlərini düzəldiblər. Çünki Allah barəsində düzgün təsəvvürə malikdirlər. Baxın, ariflərin də ibadətləri belədir. Arif insanlar Allaha bu şəkildə ibadət eləyirlər. Onlar Allahı, haqqı nəyəsə vasitə qərar verməyiblər ki, mən Allahı təsəvvür edin, insan nə dərəcədə düzgün təsəvvürə sahib deyil ki, harasa çatmaq üçün, cənnətə çatmaq üçün Allahın özünü belə vasitə qərar verir. Hansı ki, bütün ibadətlərin də hamısı, elmin özü, mənəviyyatın özü, namaz, oruz, ibadətlərin hamısı bizə təkan verir, bizə fürsət verir, bizə şərait yaradır ki, onların vasitəsilə biz Allaha çataq. Allahın əzəmətinə qərq olaq. Liqaullah məqamı var, Allahla görüş məqamı var. Biz gəlmişik bu ibadətlər vasitəsilə özümüzü Allahla görüşə hazırlayaq. Fi məqədi sidqin ində məlikin muqtədir. Hər şeyə sahib olan, hər şeyə maliki olan əzəmətli Allahın yanındadılar bunlar. İnsan gör hara çata bilər. İnsan o məqam üçün yaranıb. Muqtədir, Allahın o iqtidarda olan, hökmranlıqda olan, hökmranlığı bütün varlıq aləmini yaranmışları əhatə eləyən bir Allahın yanına qədər insan yüksələ bilər. Yəni məkan baxımından yoxdur, o mənəvi baxımdan insan bu yerlərə yüksələ bilər. Bunun üçün də hər bir şeyi insan vasitə qərar verməlidir. Hər bir şeydən, bütün bu mənəvi məsələlərdən, ibadətlərdən insan kömək almalıdır ki, ora çatsın. İbn Sinanın əsəri var, Əl-İşarat və Tənbihat əsərində ariflərin ibadətinə toxunur, işarə eləyir, ariflər haqqında danışır İbn Sina. Buyurur, Əl-arifu yuridul haqqəl əvvəl, lə li şeyin qeyri. Arifin iradəsi, istəyi haqqul əvvəldir. Yəni, hər şeyin ilkin səbəbi olan Allahdır. Arifin hədəfi, məqsədi, istəyi, hər şeyin ilk səbəbi olan Allahdır. Arif insan Allaha çatmaq istəyir, Allaha qovuşmaq istəyir. Daim bu istək, bu şövq arifi hərəkətə gətirir, şövqə gətirir, riqqətə gətirir qəlbin. Və la yu'siru şey'ən əla irfanihi və tə'buduhu ləhu fəqət. Deyir, heç nə onun irfanına, mərifətinə təsir eləmir. O ancaq və ancaq ona ibadət eləyir. Allaha ibadət eləyir. Li'annəhu mustahiqqun lil-ibadə. Çünki arif insan başa düşür ki, ibadət olunmağa Allah layiqdir. İbadət olunmaq Allahın yəni haqqıdır. İnsan yeri var ki, elə Allaha ibadət eləsin. Bu məbudluq xüsusiyyəti Allaha yaraşır, Allahın haqqıdır. Və li'annəha nisbətun şərifətun ileyh. Bu şərafətli, bu gözəl nisbəti
Allaha verir ki, Allah layiqdir bu məqama. La rəğbətin əv rəhbə. Və niyyətində də xalisdir. Arif insan niyyətində xalisdir ki, nə bir şeyə çatmaq üçün ibadət eləyir, nə də bir şeydən uzaqlaşmaq üçün ibadət eləyir. Heç bir şeyə rəğbət yox. Nə cənnət şövqünə, nə cəhənnəm qorxusundan Allaha ibadət eləməz. Və imkanətə, əgər bu ikisindən biri olsa, fəyəkunul mərğubu fih əvil mərhubu aleyh huvəd-da'i. Yəni bu ikisindən heç biri deyil. Nə bir şeyə rəğbəti var, nə bir şeydən qorxur, nə cənnət şövqünə, nə cəhənnəm qorxusundan ibadət eləməz. Bu məqamı, bu halı yaraşdırmaz özünə. Və Allahı da həqiqi və fihil mətlub və Allahı o tələb olunan bilir. Bilir ki, mənim Allah əslində səmimi şəkildə ibadət etməyə ehtiyacım var. Və yəkunul haqqu leysəl qayə. Haqqı nəyəsə görə vasitə qərar vermir, bayaq dediyimiz kimi. Haqqı, Allahın özünü, o haqqul əvvəl ki var, biraz irfani fəlsəfi bir termindir də, haqqul əvvəl. Bunu gətirir ki, İbn Sina, yəni bu birbaşa söhbət Allahdan gedir, hansısa haqdan söhbət getmir. Haqq deyəndə haqqul əvvəl, yəni hər şeyin o ilkin səbəbi olan Allahdır. Və yəkunul haqqu leysəl qayə. Haqqı nəyəsə görə bu vasitə qərar vermir. Bəlil vasitətə ilə şeyin qeyrihi huvəl qayə və huvəl mətlubu dunə. Buyurur ki, haqqın özünü hədəf bilir. Hədəfi haqqın özünə çatmaqdır. Nəinki haqqın özün vasitə qərar verə, ibadəti vasitə qərar verə, Allahın özün vasitə qərar verə, cənnətə çatmaq üçün yox. Hər bir şeyi vasitə qərar verir haqqın özünə çatmaq üçün. Haqqın özünə yetişmək üçün. Və insan həqiqətən də bu məqama çatmalıdır. İnsan bu məqam üçün yaranıb ki, insan haqqın özünə çatsın. Allahla ünsiyyətin, şirinliyin, ləzzətin insan datsın. Həzrət Peyğəmbər bir hədisində buyurur ki, ibadətlə insan qol-boyun olmalıdır. Baxın, nə gözəl ifadədir. Namaza, Həzrət Peyğəmbər necə buyurur, namaz mənim gözümün işığıdır. Əl-Musalli münaci Rəbbə, namaz qılan Allah ilə münacat eləyir. Allah ilə pıçıldayır, naci, pıçıldaşır, söhbət eləyir Allah ilə. Və namaz, ibadət o qədər şirin bir haldır ki, Peyğəmbər buyurur ki, qol-boyun olun namazla, ibadətlə. Həqiqətən də insan ibadətə sarılmalıdır. İbadətə insan ehtiyaclı olduğunu başa düşməlidir. Bu aylar bizim üçün bu fürsəti yaradır ki, insan ibadət eləsin və Allahdan istəyək bu aylarda ki, ibadətin şirinliyin bizə dadızdırsın. Onunla ünsiyyətin şirinliyin bizə dadızdırsın. Ki, biz nəhayət bu quru ibadətdən, quru rituallardan xilas olaq. Həqiqətən də canı dillə şirin şəkildə namazımızı qılaq, ibadətimizi eləyək, orucumuzu tutaq. Həqiqətən də bu ehtiyacı özümüzdə dərk eləyək. Ehtiyacı insan özündə dərk eləsin və bilsin ki, mənim dərdimin dərmanı ibadətdədir, namazdadır, orucdadır və həqiqətən də insan özü ilə məşğul olduqca, öz daxilinə baş vurduqca görür ki, sən demə, əslində mənim bunlara ehtiyacım var. Bu aramlığa, bu xoşbəxtliyə, bu ləzzətə, bu şirinliyə mənim ehtiyacım var ki, başqa heç bir şey insanın bu ehtiyacını təmin eləyə bilməz. Ancaq və ancaq ibadətdir, Allahla ünsiyyətdir, Allahı yad eləməkdir, Allahı zikr eləməkdir ki, insanın o dərin boşluqlarını doldura bilər. Bu aylarda bizim üçün bu fürsəti yaradır. Allah bu aylarda hər birimizi ibadətdə, mənəvi işlərdə müvəffəq eləsin inşallah. Amin inşallah. Çox sağ ol hacı. Qısa da olsa inanıram ki, ətraflı bir müzakirə apardıq. Bir izləyicilərimizə bir nəticə çıxarar inşallah. Təşəkkür edirik sizə.
İnşallah təşrif faydalı olsun. Mən də sizə dəvətinizə görə təşəkkür edirəm. Buyurun. Bir daha Allah bizləri bu ayın feyzindən, bərəkətindən, fəzilətindən binəsib eləməsin inşallah. Çox sağ olun. Belə əziz izləyicilər, qeyd etdim, qısa da olsa inanırıq ki, veriliş sizin marağınıza səbəb olacaq. Elə isə verilişimizi bəyənin, paylaşın, bizə dəstək olun. Bugün biz mübarək aylardan biri Rəcəb ayı haqqında müzakirə apardıq. Müzakirəyə bağlı verilişimizə ilahiyyatçı Hacı Elmir Vəliyevi dəvət etmişdik. Sizə mən Pərvin Rəhimli idim. Növbəti həftədə görüşmək ümidi ilə sizdən ayrılırıq. Amma Allah amanında, sağ olun.